Söz birləşməsi və cümlələri təşkil edən sözlər arasında iki cür əlaqə olur. Məna əlaqəsi, sintaktik əlaqə. Məsələn, maraqlı kitab sözündə həm məna, həm də sintaktik əlaqə var. Amma dəli kitab sözündə məna əlaqəsi yoxdur. Sintaktik əlaqə iki yerə bölünür. Tabelik əlaqəsi, tabesizlik əlaqəsi. Tabelik əlaqəsi özü də üç yerə bölünür. Uzlaşma əlaqəsi, idarə, yanaşma. Tabesizlik əlaqəsində Tabesizlik əlaqəsi bərabər hüquqlu olur. İki tərəf bir-birindən asılı olmur. və o necə oxla göstərilir? İki tərəfli oxla, iki başlı oxla göstərilir. Tabesizlik əlaqəsində olan sözlər bir-birlərlə nə ilə bağlanırlar? Tabesizlik bağlayıcılarla bağlanırlar. Deməli, intonasiya və ya tabesizlik bağlayıcılarla bağlanırlar. Məsələn, tabesizlik əlaqəsində olan bir cümlədə görək. Tabesizlik əlaqəsində olan İçində tabesizlik əlaqəsi olsun. bir. Məsələn, mən və Adil eyni partada yaşayır cümləsində mən və Adil necə üzvlərdir? Mən və Adil bərabər hüquqlu Çünki üzvlərdir. bir digərini izah Etmir. Ona görə də bunların arasında hansı əlaqə var? Tabesizlik əlaqəsi. Tabesizlik əlaqəsi var. Yaxşı, uzlaşma əlaqəsi nəyə deyilir? Uzlaşma əlaqəsi əsasən üçüncü nöqtənin sözləşmələri, bir də ki, mürəkkəb mübtəda və xəbər arasında olur. İkinci növ üçüncü şəxsdə üçüncü şəxsin təkil mənsubiyyətində olur. Üçüncü növ isə bütün şəxslər təkilin və cəminin mənsubiyyətində uzlaşa bilir. Yaxşı, bəs uzlaşma əlaqəsi cümlə üzvlərindən hansı cümlələrin arasında olur? Mübtəda xəbərin arasında olur. Mübtəda və xəbərin arasında olanda uzlaşmanın göstəricisi hansı şəkilçidir? Şəxs kəmi, bir də mənsubiyyət şəkilçisi. Bəs mübtəda və xəbərin arasında olan şəxs şəkilçisidir. 2 və 3-cü nöqtənin sözləşməsinin arasında olan isə mənsubiyyət şəkilçisidir. O hansı tərəfdən hansı tərəfə gedir? Aslıdan əsasa. Asıl tərəfdən əsas tərəfə gedir. Oxun çıxdığı isə asılıdır. Getdiyi isə əsas tərəfdir. Həm də şəkilçinin, yəni göstəricinin olduğu isə hansı tərəfdir? Göstəricinin olduğu isə aslı tərəfdir. Asılı tərəfdir. Ona görə də göstəriciləri harada görürüksə, şəxs şəkilçilərini, mənsubiyyət şəkilçilərini bilməliyik ki, bunlar necədir? Asılı tərəflər. Aydın oldu? Deməli, uzlaşma əlaqəsinin özünün tərifi nəyə deyilir? Əsas sözün tələbi ilə, asılı sözün onunla şəxsə və kəmiyyətə görə dəyişməsi, uzlaşmasıdır. Bəli. Şəxsə görə uzlaşma nə zaman pozulur? Şəxsə görə uzlaşma, bir dəqiqə, üçüncü şəxsdə xəbər nə ilə ifadə olunur? Xəbər şəxs əvəzlərlə ifadə olunduqda, bir də mübtəda əlavəli işləndikdə,